Asmadan əziyyət çəkən pasientlərimizin böyük əksəriyyətinin etdiyi yanlış budur. Bizim bronxial asmalı pasientlərimizin böyük əksəriyyəti ya bronxial asmanın müalicəsini almayaraq boğulma, xırıltı, xışıltı, təngnəfəsliyi aradan qaldırmaq üçün boğulandan boğulana salbutamol, Ventolin, Beredual kimi dərmanları istifadə edirlər və yaxud da asmanın düzgün müalicəsini almayaraq ağır dərman qrupu sayılan diprospan, flosteron, sertaspan, metaspan kimi xəstələrimizin dili ilə desək, ağ süd kimi iynələr vururlar. Hansı ki bunlar deposteroidləri sayılır, ağır hormonal dərmanlar sayılır, uzun müddətli istifadəsi tamamilə əks göstərişdir. Pasientlərimiz bu dərmanları istifadə edərək bir neçə ay ərzində asmanı maskalayırlar, asmanı sakitləşdirirlər. Lakin asma xroniki xəstəlik olduğuna görə bir neçə aydan sonra pasientimizin şikayətləri yenidən təkrarlayır. Əziz pasientlərimiz, bütün xəstəliklərin ağırlıq dərəcəsi olduğu kimi bronxial asmanın da ağırlıq dərəcəsi var. Yanlış dərmanlar nəinki asmanı müalicə etməz, asmanın ağırlaşmasına səbəb olar. Bundan əlavə dərmanların yan təsiri sizdə müxtəlif patologiyaların, şəkərin, təzyiqin, mədə xorasının, piylənmə və sair kimi ciddi xəstəliklərin ortaya çıxmasına səbəb ola bilər.